Bugün haqqında danışacağım şəxs mərhum şəxsiyyət Vaqif Nəcəfzadədir. Vaqif müəllim bizim ailə üçün çox doğma idi. Hər bir insana yaxşılıq etmişdi sağlığında. Təmənnasız dostluq və təmənnasız fədakarlıq göstərmişdi insanlara qarşı. Çox təəssüf ki, koronavirus onu da aldı bizdən. Amma o cismən yoxdur. Ruhən əbədi qəlbimizdə yaşayacaq. İndi isə daha ətraflı şairimiz haqqında diqqətinizi çatdıracağım. Vaqif Nəcəfzadə 1949-cu il iyulun 3-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsiv kəndində dünyaya gəlib. Orta təhsilini Bakı şəhərində alıb. Bakı Texnologiya Texnikumunda və Voronej Ağac Texnologiyası İnstitutunda təhsilini davam etdirmişdir. İstehsalatda texnoloq, sex ustası, sex rəisi kimi çalışıb. Xocalı soyqırımını tanıtma İctimai Birliyinin idarə heyətinin üzvü kimi eyni ilə həmin təşkilatın təsis etdiyi Ana Harayı qəzetinin baş redaktor müavini kimi fəaliyyət göstərib. Şeirləri dövrü mətbuatda uzun müddətdir çap olunub. 2008-ci il Azərbaycan Ayağa Dur şeirlər kitabı işıq üzü görüb. Cəbhə bölgələrində, ali məktəblərdə, kolleclərdə, kənd və şəhərlərdə tədbirlərdə iştirak edib. 2015-ci ilin mart ayında və 2015-ci ilin dekabr ayında Türkiyə Respublikasının Antalya şəhərində Avrasiya Şairlər və Sanatçılar Birliyinin tədbirlərində iştirak edib. Avrasiya Yazarlar Birliyinin üzvü kimi 2016-cı ilin iyul ayında Dərbənd şəhərində bir qrup şairlərlə tədbir keçirmişdir. 2016-cı ilin iyul ayında isə Borçalı mahallında İlat Bayramının iştirakçısı olmuşdur. 2017-ci il may ayının 5-dən 8-nə qədər 3-cü Uluslararası Çukurova Türk Dünyası Şeir və Musiqi Festivalının Adana şəhərində iştirakçısı olmuşdur. 2020-ci il dekabrın 7-sində ağır xəstələnərək vəfat etmişdir. Allah rəhmət eləsin. İlmə toxunmuş ömrümü sökür mənim. Ağrıları, acını üstümə tökür mənim. Canımı almaq üçün sinəmə çökür mənim. Dünya zülüm dünyadır, sonu ölüm dünyadır. Əzablar udur məni, dərddən yaranmışam mən. Yanar oddan keçmişəm, içində yanmışam mən. Qarlar, buzlar haqlayıb, yollarda donmuşam mən. Dünya zülüm dünyadır, sonu ölüm dünyadır. Qoymur gedim qabağa, qoymur durum ayağa. Başımdan basır mənim, yolumu salır dağa. Ağır işgəncələrlə salır qara torpağa. Dünya zülüm dünyadır, sonu ölüm dünyadır. Haqq ədalət axtardım, qeybə çəkilmiş gördüm. Qızıl gülü qopardıb, tikan əkilmiş gördüm. Haqq yolunda əzildim, özümü ölmüş gördüm. Dünya zülüm dünyadır, sonu ölüm dünyadır. Dünya zülüm dünyadır, sonu ölüm dünyadır. Vaqif Nəcəfzadə. Ömrüm boyu belə gəlin mənim ki, əvvəlindən biri vardı, biri yox. Biri vardı, biri vardı, biri yox. Biri vardı, biri yox. Vaqif müəllim illər keçsə də unudulmayacaq. Onun şeirləri, onun insanlığı əbədi qəlblərdə həkk olacaq və heç bir zaman onu sevənlər xatirəsindən çıxarmayacaqlar. Çünki onun kimi insanlar bu dünyaya bir də gəlməyəcək. Vaqif müəllim böyük bir iz qoyub getdi bu dünyadan. Allah
onun əmanətlərinə, övladlarına, nəvələrinə, sevdiklərinə can sağlığı versin. Amin. Saçların dalgalı denize benzer. Yüreğinde yatar, çiğninde gezer. Sana lazım değil, inen belbezer. Bakım da, baksan da gülüyüm olarsan. Mene ya anama, geleyim